İmam Məhəmməd Baqir əleyhissalam mübarək kəlamlarının birində belə buyurur: Elə ki bir mömin şəxs namaza qalxdı, namaz qılmağa başladı, onun üçün Allahın rəhməti nazil olar. O nazil olmuş rəhmət həmin bəndənin başından ayağına kimi, yəni bütün əhvalını əhatə edəcəkdir və mələklər həmin bəndəni, həmin mömini çevrəyə almış, onu əhatə etmiş olarlar. İmam əleyhissalam digər bir hədisində namazın qəlbi, paslanmış qəlbləri pakladığını bildirir. Mübarək kəlamında buyurur ki, bəndə namaza qalxdığı zaman Rəbbi onunla iftixar hissi keçirər. Onun üçün sükunət nazil edər, ona öz rəhmətini göstərər və onu mələklər çevrəyə alarlar. Bu hədisdə bir neçə mühüm nöqtə öz əksini tapır. O nöqtələrdən də biri həqiqi namaz qılan bəndənin Allah qarşısındakı dəyəri o qədər alidir ki, Allah o bəndə vasitəsi ilə mələklər önündə iftixar hissi keçirmiş olar. Digər bir hədisimiz Peyğəmbər salavatullahdandır. Mübarək kəlamında o həzrət buyurur ki, namaz mənim gözümün qarasıdır. Bəndə namaza qalxdığı zaman onun bütün günahları əməl dəftərindən silinmiş olar. Deməli, namazın bizim fərdi həyatımıza, psixoloji həyatımıza təsiri ondan ibarətdir ki, biz namaz qılmaqla etdiyimiz bütün günahları, hansı ki o günahları əməl dəftərimizə həkk etdirmişik, o günahları biz pozmuş, sildirmiş oluruq. Bütün bunların hamısı onu göstərir ki, əziz möminlər, sözün həqiqi mənasında namaz hər bir bəndə üçün təkcə onun psixoloji, təkcə onun ictimai faydaları üçün deyil, həm də onun bütün dünya və axirət işləri üçün mühüm olan bir ayindir, bir ilahi əmrdir.